Gəncə var bizim əsirləmişik. Gəlməyək hörməti Gəncə və Gəncəllərə, sözüm qüdrəti Gəncə və Gəncəllərə. Gəlməyək hörməti Gəncə və Gəncəllərə, çatdı sözüm qüdrəti Gəncə və Gəncəllərə. Ruslanı Zobik təxəllüsüylə fırlanıbdı hər yanı. Cinayət aləmində çox böyüşdü atsanı, ölümü verdi əziyyəti Gəncə və Gəncəllərə. Çərxi fələk fırlanır, bilinməyir gərdişi, qəribədir düşünürəm, taleylər bir işi. Tanrı rəhmət eyləsin ruhuna elxan kişi, başa salırdı vəziyyəti Gəncə və Gəncəllərə. Söhbətini eylədi həmişə takanca olib, heç kimin etmədiyini eylədi anca olib. Tapanca ilə gəzirdi, zonda tapanca olib, ağır oldu həsrəti Gəncə və Gəncəllərə. Gəlməliyək hörməti Gəncə və Gəncəllərə, çatdı sözün qüdrəti Gəncə və Gəncəllərə. Biz itirdik onları başımızdan huş kimi. Oğul gələrdi Nibudi siyabuş kimi, çox dəyibdi zəhməti Gəncə və Gəncəllərə. Pərverdigardır ancaq bağlı qapıları açan, donuz ələkbər idi zindana nurun saçan. O Gəncə türməsindən yeganə kəsdir qaçan, öyrədibdi xəlbəti Gəncə və Gəncəllərə. Yanıq Rasim həyatda xeyli qoyub durmasın, naqqış ilə Həmzədə həmişə deyibdi sözün. Qoşqar ilə Məhəmməd qurban etdilər özün, qaldı şanı şöhrəti Gəncə və Gəncəllərə. Gəlməliyək hörməti Gəncə və Gəncəllərə, çatdı sözün qüdrəti Gəncə və Gəncəllərə. Rəşad oğrudur, avvarədir, böyükdür məhəbbəti Gəncə və Gəncəllərə. Ömrün olsun həyatda, dərya boyda, su boyda, arzularıma qoşuluruq, səndəki arzu boyda. Oğru rüfət deyəndə ürəyim olur nəqd, xatırlanır hikməti Gəncə və Gəncəllərə. Bizi bu dərəcəyə gətirən bizim yaddaşımızdır, hammanı yad eyləyən ağlamız başımızdır. Oğru Əli Paşdaboy böyük qardaşımızdır, qazandırıb rəğməti Gəncə və Gəncəllərə. Gəlməliyək hörməti Gəncə və Gəncəllərə, çatdı sözün qüdrəti Gəncə və Gəncəllərə. El işi unutmaz adam, Abbas Səhəddən qara Şahinlə var haqq salam. Məhəmmədin qardaşı Şahinə var ehtiram, çox qulub ünsiyyəti Pis sayır, axır zamanlar say, zindana qismət payı. Tanrı qapımızı açsın, böyük mübariz dayı, siz gərəklisiniz qəti Gəncə və Gəncəllərə. Azad elə ilahi sən qara zindanları, çək Azərin ürünün gözündən icranları. Heç unutmaq olarmı Xosi kimi oğlanları, bəllidir şəxsiyyəti Gəncə və Gəncəllərə. Gəlməliyək hörməti Gəncə və Gəncəllərə,
Nəsib dayı hər zaman ad qoyub qazamatda. Səbuş Daş Dəmiroğlu yeganədir həyatda. Çatıbdı söz söhbəti Gəncə və gəncəllərə. Bedoşun